Mövqelərimiz atəşə tutuldu. Ordumuz cavab verdi. Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Aprelin 8-i saat 19:20-dən 22:30-adək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Bildirilib ki, ordunun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb. Ermənistanda olduqca güclü revanşist qruplar mövcuddur. Ermənistanın yeni dostları onu yeni ölümcül silahlarla təmin edirlər. Bu isə regionda heç də sülhə və sabitliyə xidmət etmir. Bu barədə Prezident İlham Əliyev Azərbaycan Diplomatik Akademiyasında keçirilən Yeni Dünya Nizamına doğru mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib. Bunun yalnız yeni gərginlik ocaqlarının yaranmasına xidmət edəcəyini vurğulayan dövlət başçısı diqqətə çatdırıb ki, bugün Ermənistanda olduqca güclü revanşist qruplar mövcuddur. Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti izləyirik. Rusiya, Ermənistan və Azərbaycan sərhədindəki vəziyyəti izləyir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zakharova brifinqdə deyib. Bütün zəruri məsələlər yalnız sülh və siyasi diplomatik yolla həll edilməlidir. O qeyd edib. Zakharovanın sözlərinə görə Rusiya sülh sazişinin imzalanmasına nail olmaq üçün qalan ziddiyyətlərin aradan qaldırılmasında tərəfdaşlara əvvəlki kimi yardım göstərməyə hazırdır. Bu ərazilər Azərbaycanın nəzarətinə keçir. Qazaryandan açıqlama. Yeni güzəştlər üçün demək olar ki, hər şey hazırdır. Bugün səhər saatlarından etibarən İçəvan icmasının tərkibinə daxil olan Azatamut, Kayanavan, Aygehovit kəndləri ərazisində bastırılan minalar çıxarılıb. Artıq onların partladılması üzrə işlər görülür. Bu sözləri Tavuş vilayətinin Açarkurt kənd icmasının keçmiş üzvü Karen Qazaryan deyib. SSR dövründə Azərbaycanlıların məskunlaşdığı Yuxarı Əskipara adlanan ərazi təhvil veriləcək. Bununla da Lori bölgəsi sərhədə çevriləcək. Açarkut kəndi isə üç tərəfli şəkildə Azərbaycan əraziləri ilə əhatə olunacaq. Prosesin davamında Sofulu və Bərxudarlı adlanan kəndlər də təslim ediləcək. Nəticədə Gürcüstan-Ermənistan dövlətlərarası avtomobil yolunun 70%lik hissəsi Azərbaycanın nəzarətinə keçmiş olacaq. O əlavə edib. Zəngəzur dəhlizi Azərbaycanı qlobal logistika mərkəzinə çevirəcək. Azərbaycanın yerləşdiyi əlverişli coğrafi mövqeyi onun üçün əlavə üstünlüklər qazandırır. Bu xüsusda ölkəmiz mühüm əlverişli yolların kəsişmə nöqtəsində yerləşir. Ona görə də dövlətimiz üçün nəqliyyat logistika imkanları olduqca böyükdür. Bu sözləri Teleqrafa Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü deputat Ziyad Səmədzadə deyib. O, sülhün əldə edilməsi, regional kommunikasiya xətlərinin açılması fonunda Cənubi Qafqazda formalaşacaq yeni canlanmaya diqqət çəkib. Sözsüz ki, Zəngəzur dəhlizinin açılması ilə Azərbaycan qlobal logistika mərkəzlərindən birinə çevriləcək. Eyni zamanda qədim İpək yolunun bərpası ilə bağlı böyük işlər görülür. Bunun üçün Bakıda böyük liman açıldı, Ələt Azad İqtisadi Zonası yaradıldı. Məhz bu xətlə daşınan yüklərin də həcmi ildən ilə artır. Əlavə olaraq Zəngəzur dəhlizinin işə düşməsi isə Qarabağ və Şərqi Zəngəzur üçün yeni imkanlar açmaqla yanaşı, region ölkələrinin də maraqlarına xidmət edəcək. Göyçədə mina partladı. Bir erməni əskər yaralandı. Dünən gecə Göyçə bölgəsində minanın partlaması nəticəsində bir əskər yaralanıb. Bu barədə Hraparak nəşri öz mənbəsinə istinadla məlumat yayıb. Bildirilib ki, erməni əskər Vardenis sərhəd bölgəsində minaya düşüb. Yaralı əskər İrəvana aparılıb.